həyatımla nəfsimin arasını kəsirli məndə 2018-dən bu yana. Mən bilmirəm, başqa fikirləşirəm. Mən başqa cür baxıram həyata. Müvəqqəti bir həyat kimi baxıram. Amma baxmayaraq ki, müvəqqəti həyat kimi baxıram. Amma bizim missiyamız var da həyatda. Allah bizi yaradıbsa, biz o missiyalarını yerinə yetirmək. Ən birinci missiyamız insanlı olmaq, insan olmağımızdır. Mən ümumiyyətlə, belə deyək, 2018-ci ilə qədər bir balaca həyatım başqa cür yaşamışam. Naşükürlük olub mənim həyatımda. Bilirsiniz, naşükürlük nəyə görə? İnsan bəzən bilmir. Mən ümumiyyətlə 2018-dən bu tərəfə mən çox şükürlü həyat yaşadım. Hər dəfə şükür elədim, qazandığım pula da, qazana bilmədiyim günə də şükür elədim ki, və başa düşdüm ki, insan ümumiyyətlə razı olmalıdır. Əgər bugünkü gün varamsa, bugün Allah mənə bu dünyada, bu dünyaya göz açdırıbsa, Allah tərəfindən biz gəlmişiksə, nə xoşbəxtlik biz. Çalışıram ki, vicdanlı, imanlı, düzgün həyat yaşayım. Mən həmişə demişəm, başım yuxarıdır, Allaha çox şükürlər olsun. Amma elə yerlər var, mənim başım da aşağıdır, gözüm də aşağıdır. Başa düşən üçün bildi mən nə dedim.